Sever PK'dır gözde. Gör aralarını necə bozuram. Ay Sever necə sən bacı? Ay, yaxşıyam bacım, mən də sənə buradan baxıram. Gör nə deyirəm, burada yazır var ki, sən müdafiə Sən edirsən. arxamdan nələr danışdı Səbulim. Mənim haqqımda, niyə? Deyir o balaca qurt, deyir gəldi, bütün istifadə elədi məndən. Deyir ki 2000 manat aylıq maaş, deyir onun harasına. Deyir o 2000 manat Mən onun nə vaxt boynuna. 2000 pul verib, yalandır. Mənim haqqımda heç nə Allah haqqı danışmasın. mən demirəm bacı, dedikoduyu da sevmirəm. Amma yəni heç də belə arxadan dedikoduyu falan sevmirəm, amma o dedi Allah hamd olsun. Dedi ki o 2000 manat onun boynundan uzundu, onun harasına puf dedi ki gəlmiş məndən 2000 manat istəyir. Hələm deyir 1000 manat verirəm, çoxudur. Qudurup deyir, Pul qudurup. verməyib, o vəzir 300 manat pul verib, Qurana and olsun. Mən 460 manat evə pul verirəm. Kirayə verirəm 460 manat. 246 manatdan bir verirəm. Kredit götürmüşdük. Bir verirəm. Mən xəstə anama baxıram. Bu mama düzdür. Mən üçün mama çox xərc, onun xərci üçün çox şeylər onun üçün xərcləməmişəm. Nə yalan deyə bilərəm. Yəni durub anama ödəm, nə bunu eləməmişəm. Amma zaten anama tək başıma baxıram. Və o qələt eləyər ki, qələt eləyər, mənim haqqımda danışar. O mənim haqqımda danışdı, hə? O kim onu tanıyırdı? Ay yazıq denən. Sən denən mənə görə onun haqqında mən elə sözlərini danışaram. Qurana danışaram da, yəni söyüşlə danışırdınız da, yəni orada mən ona görə bəlkə də çıxdım, o sözə görə mən çıxmır. O çox şey bilirəm, çıxıb hər şeyi danışaram deyən sabah mən danışacağım hər şeyi. Mən o haqqında danışmamışam, o haqqı yoxdur mənim haqqımda danışsın. Ayıb olsun sən kimi kişilərə. Sən ona kişi adı vermək olmaz da, yəni bəzən deyim biləsən. Amma Allah heç sən mənə bax, deyirsən mənə 1000 manat, bax kişi qızı kimi düzdür. Heç deyibsən ki o mənə aylıq 1000 manat şey eləyir. Nə? Yəni aylıq 1000 manat verib sənə dəqiq. Yo, mənə 300 manat pul verir. Bax Qurana and olsun. Az ama özün deyirdin axı 1000 manat deyirdin, demirdin. Ay ben aylık girmiştim, yarısına çıktım da, ben çıktım, 300 manatımı verdi, ürəyim, vermeyeyim ben 1000 Ay bacı ben 20 manat verdim ona. Az be xəstəsən sən aylıq deyib 1000 manat. Sən yarı gündən çıxıbsansa yarı günü hesablayıb verib də bacı. 1000 vermeyeyim bak, ay ben aylık 1000 danışmıştı. Burhan her yerde de değildi zaten ki ben 1000 manatı sevə aylıqdan. Hə, sən neçə gün işlədin onun iş Ben yerində? orada 10 gün işledim, 11 gün işledim ha. 11 günü Az bir 11 günün pulunu verib də. diyan da, hə də 11 günün pulunu ver. Axı sən deyirsən, Bır. 1000 manat pul ver, mən 1000 manat pul verim, bax ürəyim o. Hə, az o 1000 manat pul verib deməyib. Deyir ki aylıq 1000 manat işləyirdi. Hə, o onu danışmıram. O onu demir ki bu sevər 11 gün. Hə, o da yarım danışır. Hə, indi çatdı mənə. Red Bull ver yanıram. Nəysə, Allah onun ürəyinə görə versin. Onu Allaha tapşıram, heç nə demirəm. Bə kişi kızı kimi düzdür. Sen ona deyibsən mi? Bana 2000 manat ver, mən 1000 manatı bəyənmirəm. Mən ona dedim ki, mən reklama çağırdı. Dedi sənə nə qədər pul verim dedi sənə. Mən kişi qızı kimi düzgün danışıram. Dedim mən 2000'ə gəlirəm. Dedim mənim imkanım yoxsa 2000 verim. Dedim onda yaxşı mənə 1000 manat pul ver. Qayıtdı ki, yox, nələr kör şeytan. Dedi mən sənə 1000 manat verə bilərəm. Dedim mən yaxşı. Mən ilk yəni çağırdım 1000 manat da heç vermədi. 300 manat pul verdi. Ondan sonra heç işə də heç gedə də bilmədim. Yəni başa düşdün? Belə. Hə, sənin evindən o iş yeri uzaq. Ay Bəlizar, məni saat 10'da, 11'də ya da 2'də gedirdim işə. Ya da 12'də, hə. 12'də gedirdim. Mənə deyirdi ki, mənlə sizdə, bizdə. Özünü yekəxana kimi aparırdı. Mən elə insanları sevmirəm. Başa düşdün? Mənə kimsə yekəxana kimi davransın. Normal insanlar kimi məndən söhbət eləyə bilər. Müdirsən deyə o demək deyirsən, gəl mənim başımın üstünə oturmalısan. Sən haqqın yoxdur sən. Mən çox şey bilirəm, amma mən Allah kayıtlarda, mən baxacağam kayıtlarda mənə artıq bir sözlər danışılmış olsa, mən qəşəng sözlər qoşub, qəşəng sözlər danışaram. Hələ danış. Al sənə bir Amma şey ki o deyəcəm. mənə görə onun hansı videosuna 12 milyon mənə dedi ki video çəkət, dedim okey mən o videonu çəkmək istəmirəm, məcbur elədi o videonu mənə çəkdirdilər, o videonu çəkdim, ona milyonu vurdu ora nə qədər ona dəstək gəldi də amma mən çox şeylər bilirəm, amma danışsam Allah haqqı yəni pis olacaq da yəni, amma hələ ki danışmıram. Sənə bir şey deyim, bacı mən dedikoduyu çox sevən insan deyiləm, həqiqətən günah olduğu için. Ama sənə bir şey deyim, sevər. Nə qədər car danışır. Az nə qədər danışır. Ay kız da bu da susmur ki. Az bir sus da bir motorun soğusun. Deyirəm ki, mən də sənin kimi onun iş yerində çalışsaydım, mən də qaçardım. Yox, bəzən mən o haqqında heç də, indi mənə şantaj edir. O insan mənə şantaj edir. Bilsən mənə nələr deyir? Deyir ki, sən deyir, filan şeyi danışsam, filan şey eləyəcəm, onu eləyəcəm. O kimdir ki, mənə şantaj eləsin? Sual verin ona, millət. O kimdir ki, mənə şantajlar edir, hə?
Mənə yuxarıdan bax indi bu dəqiqə mənə məsəl sən mənim haqqımda, mən sənin haqqında heç bir kəlmə çıxıb danışmamışam. Heç nə deməmişəm. Sənin haqqın var, mənim haqqımda durub cəmaət haqqında danışırsan, hə? Nervilənməyin, olan Sən şeydir yaxşı kişi də. olsaydın, sən yaxşı kişi olsaydın, səni o qıza görə tanıyıblar. Sən yaxşı kişi olsaydın, sən hansısa bir qıza görə, sən o qızı göz yaşlı qoymazdın, o qızı yarı yolda qoymazdın. Sən özünə kişi deyirsən, hə? Qoy məni pis desinlər. Qoy desinlər sevər, belə sevər. Qoy məni pis desinlər. Mənim itirə biləcəyim heç nəyim yoxdur. Amma sən kişi olsaydın, mən gedirəm vəzir, çox qəşəng sözlər danışacağam, gözlə. Tamam. Dava eləməyin. Bacı dava eləməyin. Dava pis şeydir. Aralarına. Az kaos çıxardıq. Dava çıxar. Ya gəl mənə addım. Qadını dağlara yazdım. Az dava çıxardıq. Yeyildi bir-birinizi. Ay ne güzel.